Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Hər vaxtınız xeyir, Real TV-nin efirində baş həkim verilişidir. Bugün demək olar ki, hər kəsin həyatının müəyyən dövründə qarşılaşdığı, lakin çox vaxt bir-biri ilə səhv salınan iki böyük problemdən, artroz və artritlərdən danışacağıq. Oynaq ağrısı sadəcə duzlaşma deməkdir, yoxsa bədəndə gedən ciddi bir iltihabın göstəricisidir. Studiyamızın qonağı Referans Poliklinik Nəsimi filialının revmatologu Dr. Ceyhunə xanım İsmayılovadır və Ceyhunə xanımla bu xəstəliklərin fərqini, müasir müalicə üsullarını və çoxlarında vahimə yaradan oynaq daxili inyeksiyaları müzakirə edəcəyik. Xoş gördük Ceyhunə xanım. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyinizə görə. Və elə maraqlıdır, ümumiyyətlə artroz və artrit. Bunların köklü fərqi nədir? Artroz və artritlərin fərqini qısaca təsvir edəsi olsaq, artrozları belə adlandırmalıyıq ki, qeyri-iltihablı oynaq səthinin və vurğuluyuram, oynaq səthinin aşınması ilə gedən destruktiv bir dəyişiklikdir. Artrit isə ümumi bədənin iltihablı bir immun xəstəliklə əlaqəli olub, oynağın bütün strukturlarını bürüyə bilən iltihablı bir prosesdir. Bunları qısaca belə təsvir etdikdən sonra, azacıq da olsa burada anlayışımız artır bu xəstəliklərin ciddi fərqinin olduğundan. Düz anlayırammı sizi? Biri iltihab proseslərindən irəli gəlir, biri isə yaşla əlaqəli olur. Bəli, yaşla əlaqəli olan artrozlar, biz bunları əslində osteoartritlər bir qrupasıdır. Qısaldılmış adını artrozlar adlandırırıq. Ancaq artrozlar yaşla əlaqəli olur deysək də, bəzi qrup xəstəliklər var ki, bu xəstəliklərin fonunda artrozlar erkən yaşlarda da, yəni menopauza girməmiş bir periodda da xəstələri xəstələndirə bilirlər. Artrozlar daha çox xanımlarda təsadüf olunan prosesdir, ancaq bəylər də bu xəstəlikdən əziyyət çəkə bilirlər, az faizdə olsa. Və yaşla əlaqəsini belə əlaqələndirə bilərik ki, bizim orqanizmimizin bir hormonal balansı var. Menopauz perioduna keçdikdən sonra isə bu hormonal disbalansa keçir. Disbalans periodunda xəstələr, xəstə deməyək, şəxslər, fərdlər özlərinin qida əlavələri ilə belə deyək, dəstəkləyici vitaminlər, kalsium preparatları qəbul etmirlərsə, artrozun inkişaf etmə ehtimalı daha da artır. Ancaq altda yatan bir xəstəliyimiz varsa, buna daha çox hormonal disbalansı olan xəstəliklər, endokrin sistemin xəstəlikləri, Hashimoto kimi, Graves kimi, şəkərli diabet kimi və digər xəstəlikləri olan bir pasiyentlər varsa və erkən yaşda bunlardan əziyyət çəkirlərsə, hətta doğurğanlıq periodunda, həyatın ilk dekadlarında belə artrozlarla qarşılaşa bilirik. Ancaq artritlər belədirmi? Xeyr, artritlər həyatımızın müəyyən yaşlarında, bütün yaş dövrlərində rastlaşa biləcəyimiz bir problemdir. Artritləri isə bir neçə alt qrupa bölə bilirik biz. Hansı artritlər ki, birbaşa oynağın bütün toxumalarını zədələyə biləcək artrit qruplarıdır ki, oynaq xəstəliyi kimi davam edir. Ancaq elə artrit növlərimiz var ki, ümumi immun sistemin xəstəliyi fonunda destruktiv dəyişiklik etmədən sadəcə oynağı özünə cəlb eləyə bilən və geriyə sorulub tam sağala bilən bir proses kimi davam edə bilirlər. Bunu, fərqləri bizə gələcəkdə xəstəliyin diaqnostikasında, seçəcəyimiz müalicə taktikalarında çox yol açır, yol göstərir. Simptomları elə yer gəlmişkən ondan istərdim. Necə fərqləndirək? Əslində oynaq ağrıları bugün kimi danışdırsam var. Ovaq ağrıyır, əl ağrıyır, bel ağrıyır, boyun ağrıyır, dizlər ağrıyır, ayaqlar ağrıyır. Ağrımayan bir oynaqlar yoxdur da demək olar ki. Elədir, ağrı sindromu ilə yaşayan insanlar çoxdur, amma bu hər ağrı sindromunun oynaq xəstəliyidir deməsi deyil. Bunu biz necə dəyərləndirib, necə bir-birinə fərqləndirəcəyik ağrını? Əgər məsələn gənc bir yaşda insandırsa, bunun oynaq ağrıları hava mövsüm dəyişikliyi ilə, havanın dəyişikliyi ilə baş verirsə və heç bir dərman qəbulu olmadan keçib gedirsə, bu belə deyək, meteohəssas insanlardır. Bunlarda heç bir xəstəlik aşkarlanmır. Meteohəssas olduqları üçün oynaq ətrafındakı yerləşən yumşaq toxumaların belə deyim, havanın nəmliliyinə, rütubətinə, təzyiq fərqinə görə şişməsi, şişkinliyinin çəkilməsi
çəkilməsi, loro dildə başa düşülsün deyə deyirəm, şişməsi, ödemləşməsi, bunlar normal bir haldır və hava rütubəti düzələndə, havanın təzyiqi düzələndə tam normasına qayıdırlar. Ancaq xəstəliyə gəldiyimizdə artritlə artrozun ağrıları tam fərqlidir. Artroz ağrıları hərəkətlə daha da artan, aqressivləşən ağrılardır. Artrit ağrıları isə səhər saatlarında, səhər tutuqluğu ilə gedən, ancaq hərəkət əsnasında gündüzdən sonra üzü axşama doğru daha da rahatlaşan, biraz xəstəni rahat buraxan ağrılardır. Və yəni bunların əsas ən böyük fərqi hərəkətlə artıb, hərəkətlə azalmasıdır. Yəni bu baxımdan onları biz ayırd edə bilərik. Amma əsas da ayırd etmək üçün mütləq şəkildə bir analizlərdən keçmək lazımdır. Hər halda burada həm qan analizləri rol oynayır, həm də instrumental analizlərdir. Təbii ki, belədir. Yəni diaqnostik meyarlar var. Diaqnostik meyarları biz göz önünə alıb xəstəliyin diaqnozunu qoyuruq. Ən birinci yerdə fiziki müayinə dayanır. Fiziki müayinə zamanı normal klinisist, yəni təcrübəli bir klinisist müayinə edən zaman oynağı təftiş edəndə onun şişkinliyini, qızarıqlığını, ölçüsünün, həcminin dəyişikliyini, deformasiyasını dəyərləndirə bilir və buna uyğun da xəstədən yəni analizləri istəyə bilir. Yəni hər kəs bəzən zəng eləyirlər, soruşurlar. Doktor, mən əvvəlcədən analiz verib sizə yaxınlaşa bilərəm, oynaq ağrım var. Siz əvvəlcədən analiz verib həkimə yaxınlaşmağınız düzgün deyil. Çünki həkim təftiş eləyəndən sonra onda bir 50% fikir formalaşır ki, mən bu xəstədən nədən şübhələnim və hansı analizləri, hansı instrumental müayinələri istəyim bu xəstəlik təsdiq etmək üçün, diaqnozunu qoymaqdan ötürü. Yəni artrozlu xəstələrin əlbəttə ki, nadir hallarda şişmiş, böyümüş oynağı olur. Bu o zaman olur ki, Baker kistası burada prosesə qoşulur. Bu oynağın arxa hissəsində yerləşən kistadır. Sürtünmənin çox uzun müddət davam eləməsi, xəstə bunu kontrolsuz buraxırsa, heç bir həkimə müraciət etmirsə, oynaq daxilindəki o aşınmalar hərəkət zamanı sürtünməyə gətirib çıxardır ki, orada azacıq maye artışı ola bilər. Bu mayenin də gedib oynağın arxasında toplanıb Baker kistası kimi formalaşmasına gətirib çıxardır. Ancaq artritlərdə bu belə deyil. Artritlərdə oynağın kapsulası çox aktiv, iltihaplı olduğu üçün aktiv maye ürətir və bu artıq maye oynağın daxilinə toplanmağa başlayır. Oynaq təbii ki, həcmini və formasını dəyişmiş olur. Bunu ilk baxışdan, yəni həkim artıq şübhələnə bilir ki, burada iltihaplı prosesdən gedir söhbət və bunu hansı növbəti, yəni kriteriyaları təyin eləməkdən ötürü laborator analizlər və instrumental müayinələr təyin edək. Öncə birinci mütləq şəkildə mütəxəssis ona baxandan sonra artıq aidiyyəti üzrə yönləndirəcəkdir ki, burada həm qan analizləridir, həm də instrumental müayinələr. Bəli, çünki osteoartritlərdə qan analizləri bizə çox yəni informasiya vermir. Osteoartritləri dəyərləndirməkdən ötürü bu artıq xəstənin sosial durumuna bağlı olaraq dəyişir. Əgər sosial durumu əl verirsə və yaxud da ki, onun icbari sığortası qarşılayırsa, biz MRT müayinəsinə üz tuturuqsa, tam informasiya əldə edirik. Ancaq sosial durum imkan vermirsə, burada artıq rentgen müayinəsi ilə də kifayətlənmək olur ki, çünki biz osteoartritlərdə vurğuladıq ki, oynağın səthi qatı ancaq zədələnir, digər strukturları prosesə cəlb olunmur. Artritlərdə artıq durum dəyişir. Artritləri dəyərləndirməkdən ötürü həm rentgen müayinəsi bizə lazım olur, oradakı eroziyaları biz dəqiqləşdirib görməmiz üçün, həm ultrasəs müayinəsi çox böyük önəm daşıyır. Bugün müasir taktikalardan, yəni əl çatan olan, maliyyəti çox az olan, xəstələrdə də, həkimlərdə də çox rahatçılıqla istifadə oluna bilən bir müayinə növüdür. Ona görə ki, xəstələrin şüalanması burada çox azdır, ümumiyyətlə şüalanma yoxdur. Dəfələrlə təkrarlaya bilirik müalicə önü və müalicə sonrasında. Hətta gündəlik təkrarlaya biləcəyimiz bir müayinə üsulu olduğu üçün daha əl çatandır və yumşaq toxumalar haqqında bizə tam informasiya verir. Və müalicənin daha doğrusu nəticənin gedişatını izləmək üçün. Bəli, gedişatı izləmək üçün də istifadə edirik ultrasəs müayinəsindən. Ancaq yenə də dediyim kimi ağır hallarda, ağır durumlarda diaqnostik, yəni diferensial diaqnostika bizə lazım olursa, burada artıq MRT-dən də istifadə edirik, kompüter tomoqramadan da istifadə edirik. Bu yenə dediyim kimi klinisistin verdiyi qərara görə dəyişir. Təşəkkür edirəm Ceyhunə xanım. Bizim bir sponsor məlumatımız olacaq, sonra söhbətimizi davam edəcəyik və Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və qoru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər isə aşağıdakılardır: təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti istənilən məkanda müşayiət,
Ətraflı məlumat üçün isə siz ulduz 0003 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Biz isə Ceyhunə xanımdan artrit və artrozlardan danışırıq. Ümumiyyətlə qidamız təsir edirmi indi sadaladığımız xəstəliklərin yaranmasına? Yaranmasına deyməzdim, təsir edir. Sadəcə olaraq dediyim kimi müəyyən yaş dövründən sonraki bizim hormonal disbalansımız başlayır. Bu daha çox xanımlara aiddir əlbəttə ki. Bu periodda artıq bu mərhələsində, insanın həyatının bu mərhələsində artıq menopauza girdiyimiz üçün qadın hormonları ifraz olunmamağa başlayır. Bu zaman osteopeniya deyə bir durum yaranır xanımların bədənində. Biz bunun qarşısını almaqdan ötürü daha çox qidamızda üstünlük verməliyik, kalsium tərkibli qidalara ki, biz yəni itirdiyimizi əlavə qidalarla yerinə qoyaq. Amma xəstəlik artıq baş veribdirsə, bizim burada qida tərkibində qəbul edə biləcəyimiz yəni miqdar kifayət etmir. Təbii ki, artıq dərman dozasında bunu artıq qəbul etmək lazımdır ki, müalicəvi effekti olsun. Müalicə metodları nədən ibarət olacaqdır? Müalicə metodları xəstəliyə, xəstənin yaşına, xəstəliyin mərhələsinə görə dəyişir. Məsələn, biz burada qərar verəndə yenə də xəstəni dərindən təftiş etməliyik. Tutaq ki, bir xəstə bizə yaxınlaşıbdır, istər menopauzdan sonraki periodda olsun, istər ondan öncəki periodda olsun, osteoartritdən şübhələniriksə, biz sadəcə burada oynağı müalicə etməyə çalışmırıq. Çünki biz sadəcə oynağı müalicə eləməyə çalışsaq, gözümüzdən qaçan bir məqamlar ola bilər və bu çox vaxtda belə olur. 40 yaşından aşağı xanımlar bizə artıq birinci, ikinci evrə osteoartritlə müraciət edirlərsə, biz burada qalxanvari vəzin funksiyasını mütləq şəkildə dəyərləndiririk ki, çox vaxtda yəni burada bir problem çıxır. Biz bunu müalicə etmədən, ancaq artrozla mübarizə aparmağa çalışsaq, müalicəmizin effektliliyi də aşağı düşür və xəstəliyin daha çox aqressivləşməsi və çox tez bir zamanda 3-cü, 4-cü mərhələyə gəlib çatmasında yəni biz bunun qarşısını ala bilmirik. Çünki yanaşı olan bir xəstəlik var. Bir-biri ilə bağlılıqları var. Bəli, bağlılığı var, yanaşı gedən bir xəstəlik var. Bu xəstəliyin hesabına osteoartrit inkişaf etməkdədir, daha da dərinləşməkdədir. Biz onun qarşısını almadan ancaq oynağı müalicə eləməyə çalışmaqla bir şey əldə edə bilmirik. Fəsadları nə ola bilər müalicə olunmasa və nə qədər müalicə olunmasa aşkar edildikdən sonra? Fəsadları hər ikisində var. Həm artritlərdə, həm artrozlarda xəstəni əlilliyə gətirib çıxarda bilirlər. Müalicəsiz qalan artritlər və artrozlar. Əgər birinci, ikinci mərhələdə artıq biz bu aşkarlamışıqsa ki, bu artrozdur, onun qarşısını almaq daha rahatdır. Çünki oynağın yarığı tam daralmayıbdır, hələ orada mobillik var. Oynaq qığırdağını düzdür, biz yenidən yerinə bərpa edə bilmirik, amma olduğunu qorumaq iqtidarındayıq. Və fəsadları biz bunu tam kontrolsuz buraxsaq, xəstəlik özü inkişaf eləsə, əlbəttə ki, yenə dediyim kimi, burada xəstənin kilosu da çox böyük rol oynayır artrozlar zamanı. Əgər çox kilolu bir çəki təsir edir. Əlbəttə ki, bizim dayaq sistemimiz, bizi ayaqda tutan dayaq sistemimiz bizim çəkimizi öz üzərində daşıyır. İndi fərqi buradan zaten anlamaq çox asandır ki, 50 kiloluq bir çəkini üstündə daşıyan dayaq hərəkət aparatı, yoxsa 100-150 kilonu üstündə daşıyan dayaq hərəkət aparatı. Əlbəttə ki, qığırdağın aşılanması, kirəclənməsi, tez dağılması yüksək çəkisi olan insanlarda daha sürətli gedir. Yəni, xəstəlik bir neçə ilə inkişaf eləyəcək bir xəstəlikdirsə, kilosu çox olan insanlarda bu daha tezləşir, qısalır, müddətimiz qısalır. Artritlərdə isə müalicə olunmazsa ciddi əlilliklər yaranır. Çünki artritlər bilirsiniz necə tək belə deyim, mono bir xəstəlik deyil. İmmun sistemin xəstəliklərinin bir təzahürüdür. Elə artritlər qrupbası var ki, bunlar düzdür, ancaq oynaq ətrafında daha çox, yəni faiz etibarilə oynağı daha çox zədələyirlər. Ancaq bu o demək deyil ki, bu proses sadəcə oynaqda gedir. Ümumi bədəndə gedən bir prosesdir. Elə artrit növlərimiz də var ki, onlar ümumi sistem xəstəliyinin yanaşı olaraq bir təzahürüdür. Ancaq sistem xəstəliyini müalicə eləyəndə heç oynağa biz heç bir uygulama etmədən, heç bir prosedur tətbiq etmədən ümumi xəstəliyi müalicə elədiyimiz fonda da həmin artrit sorulub uzun müddətli bir remisiya əldə edə bilirik. Ancaq kontrolsuz qalsa, müalicəsiz qalsa, oynaq öz quruluşunu itirib ciddi deformasiyalara gətirib çıxardır ki, xəstə demək olar ki, əl-əl arabasına məhkum olur. Təəssüf. Və istərdim konkret sadalayasınız. Burada vitamin çatışmazlığı, biz vitamin qəbul etməliyik, əgər bu diaqnoz qoyulubsa, iynələr vurmalıyıq, fizioterapiyaya getməliyik. Nədən ibarətdir bu kompleks müalicə?
Kompleks müalicə zamanı deməli artrozlarda və artritlərdə yön tam fərqlidir. Çünki müalicə etdiyimiz preparatlar belə deyim də xəstəliyə yönəlmiş preparatlardır. Artrozların müalicəsində perost adlandırdığımız, yəni ağızdan alınan dərman preparatları, vena daxili və yaxud da ki, əzələ daxili alacağımız preparatlar osteoartritlərdə demək olar ki, çox təsirini vermir və yoxdur, istifadə etmirik. Daha çox burada istifadə edirik oynağın özünə müdaxilələrdən və oynağın özünə müdaxilələrdən də qorxmaq lazım deyil. Əgər bunu normal, təcrübəli bir həkim icra eləyirsə, bunu tam diaqnostika ilə ayırd eləyiblərsə ki, bu osteoartritdir, ilk evrələrdə bəli, bu müalicə üsullarından istifadə eləmək olar. Ancaq 3-cü, 4-cü mərhələdə əlbəttə ki, biz xəstələri məlumatlandırırıq, maarifləndiririk, yönəldirik cərrahi prosedur qəbul eləməkdən ötürü. Yəni, implant icra olunsun xəstəyə. Bu da yenə də xəstələrin, bilirsinizmi, həm yaşı, həm yanaşı xəstəlikləri, həm də ki, sosial durumundan çox asılıdır. Birinci, yaşı niyə vurğuladım? Osteoartritlər həyatımızın son dekadlarında yarandığı üçün daha çox bu insanlar xəstələnirlər osteoartritlə. Və yanaşı, yaş öz sözünü dediyinə görə, burada yanaşı ciddi xəstəliklər ola bilir. Xəstələrdə ürək yetərsizliyi, xəstələrdə ürək yetərsizliyi olan xəstələr var ki, yəni cərrahlar özləri də bunlardan imtina edirlər implantların qoyulmasında və yaxud da ki, şəkərli diabeti var, ciddi angiopatiyası var və sağalmasının şübhə altındadır, yaralarının sağalması. Bu zaman xəstələrdən imtina edə bilib bizə yönləndirə bilirlər ortopedlər və yaxud da ki, tam əksinə xəstənin özünün psixoemosional durumu o deyil, qəbullana bilmir implant müalicəsini, başa salırsan, ona izah edirsən, amma özü fərdi olaraq imtina edir ki, yox, mən qorxuram bundan. Yad cisim istəmirəm. Yad cisim istəmirəm. Əlbəttə ki, bunun yəni bizim üçün çox yaxşı olar ki, son mərhələlərdə cərrahi müdaxilələr olunsun. Çünki xəstə o zaman tam sağalmış kimi olur. Amma belə bir şəraitimiz yoxdursa, imkanımız yoxdursa, yanaşı xəstəlik bizə əl vermirsə, bu zamanda xəstənin həyat keyfiyyətini artırmaq yönündə biz xəstəyə ağrıdan azad olmaq, biraz hərəkətinin normallaşması, özünə xidməti, özünə qulluğunu bərpa etmək üçün yəni xəstəyə kömək eləməyə çalışırıq. Artritlərdə durum fərqlidir. Təbii ki, artritlərin də müalicəsində biz oynaq daxili prosedurlardan istifadə edirik. Hansı məqamda? Biz məsələn üçün elə bir məqamla üzləşə bilirik ki, xəstə çox gecikmiş bir xəstədir. Artıq oynaqlar tam tutulmuş bir vəziyyətdədir xəstəliyə və xəstənin oynağında 100 millinin üzərində maye toplanması var. Oynaq çox böyüyüb, şişib, hərəkətliliyini tam itiribdir. Və bunun üçün biz xəstəyə ağızdan alınan və yaxud da ki, yenə dediyim kimi vena daxili tətbiq olunan dərmanları əlbəttə ki, təyin edirik. Bu immun xəstəliyin qarşısını almaq üçün. Ancaq bu gedib oynağa geç çatdığı üçün o oynağın aylarla bunu gözləməsi bilirsiniz, həm imkansızdır, xəstə buna dözə bilmir. Həm də ki, oynaq daxilində toplanmış bu aşırı maye, əlbəttə ki, iltihablı bir maye olduğuna görə oynağımızın ətrafındakı o yumşaq strukturanı tam dəyişdirir, keyfiyyətsizləşdirir, qopma, yırtılma kimi daha tez belə deyim, proseslərə məruz qala bilir oynaq ətrafındakı yumşaq toxumamız, amma prosedur uğurludur. Ceyhunə xanım, çox qısaca olaraq son sualımı istərdim cavablandırasınız. Bir çoxları deyir ki, oynaqlarıma iynə vursam çürüyəcək. Mifdirmi bu? Nədən qaynaqlanır? Bəli, mifdir bu. Niyə görə mifdir? Çünki bizim insanlar, bizim coğrafiyanın insanları biraz niyəsə oynaq inyeksiyalarından qorxurlar. Ancaq qorxmaq lazım deyil. Dediyim kimi, diaqnoz düzgündürsə, klinisist tərəfindən dəqiq təsbit olunmuş bir diaqnozdursa, biz artritlərdə də oynaq daxili inyeksiyalardan istifadə edirik. Belə ki, iltihab əleyhinə preparatlar burada istifadə olunur. Osteoartritlərdə isə bərpa edici hialuron turşuları istifadə olunur. Çox sağ olun. Təşəkkür edirəm Ceyhunə xanım. Belə maraqlı və dolğun suallarımızı cavablandırdığınıza görə. Referans Poliklinik Nəsimi filialının revmatoloqu Dr. Ceyhunə xanım İsmailova artroz və artritin fərqlərindən, müasir müalicə üsullarından danışdı. Bugün öyrəndik ki, hər oynaq ağrısı duzlaşma deyil və hər iynə qorxulu deyil. Əsas olan ağrını kəsmək deyil, onun artrit yoxsa artroz olduğunu vaxtında müəyyən edib müalicə etməkdir. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır.